sizdən soruşmuşdum, sağ olun, mən qəşəng yola verib video tullarının çiçək buna baxarsa, o doğrudan da həmin məsələdimi? Məsələn, bir insan ilk dəfədir görürsən, amma elə fikirləşirsən ki, sən uzun illərdir bunu tanıyırsan da. Bir insan öz üzərində işlədiyini nədən başa düşmək olar? Telefon və sosial media şuurumuza, öyrənməyimizə, həyatımıza təsiri necədir? Diqqətimizi fokuslamaqda, diqqətimizi cəmləməkdə artıq problem yaşayırıq. Bizə telefonun, yəni mənfi təsirlərindən ilki budur. Əfsuslar olsun ki, istirahətdə bəzən iş istirahət aparırıq, istirahətdə də işlə məşğul olunduğunda istirahət yox, məkan dəyişmək olur sadəcə. Mən də normalda dərs prosesində heç zaman slayddan və s. istifadə etmirəm. Elə bir dərman yoxdur ki, yaddaşı gücləndirsin. Kofein şəkli mütləq birinci statusa gedir, kitab oxumağa başlayır. Sonra başlayır statusda görüm kim bəyəndi, kim bəyənmədi. Salam hörmətli izləyicilər, İmza Qadın verilişinin növbəti buraxılışı efirdədir. Bugün biz əsasən diqqət dağınıqlığı, necə effektiv öyrənmək olar, daha səmərəli qaydada özümüzü inkişaf etdirməyin həlli yollarını tapmağa çalışacağıq. Bugünkü qonağımız nevroloq Leyla Şahbazovadır. Leyla xanım, xoş gəlmisiniz. Xoş gördük Ramin bəy. Təşəkkür edirəm dəvətiniz üçün. Necəsiz? Necə hiss edirsiniz özünüzü? Çox yaxşı, çox rahat. Çox yaxşı hiss edirəm. Yəni mövzumuz da çox maraqlıdır. Çox sağ olun ki, dəvəti qəbul etdiniz. O bizim izləyicilərin beynində sual yaranıb ki, banker TV hara, nevroloq hara, bu tibbi xidməti sadına mı keçib, nəyə mi keçib? Yox. Bugün vurğuladığımız kimi biz əsasən xüsusən necə effektiv öyrənə bilərik, eyni zamanda niyə oxuduğumuzu yadda saxlaya bilmirik, daha effektiv, səmərəli necə öyrənməyə nail ola bilərik, onlara cavab tapmağa çalışacağıq sizinlə birlikdə. Gəl belə başlayaq Leyla xanım. İnsan doğuşdanmı güclü yaddaşa sahib olur, yoxsa sonradan mı güclü yaddaş yaratmaq olur? Yəni, güclü yaddaş anlayışı doğuşdan gələndimi, sonradan inkişaf etdirilərək əldə olunandımı? Əslində, beyin əzələ kimidir. Yəni, biz onu məşq elətdirdikcə o inkişaf eləyir. Və məşqlər etmədikcə atrofiyaya uğrayır. Düzdür. Bəzi insanlar doğuşdan şanslı doğulurlar, bu yaddaş, güclü yaddaşa malik olurlar. Lakin onu məşq elətdirməsələr, o yaddaş heç bir şeyə yaramır. Yəni, o fərq var da, o deyilənin onda həqiqətdir ki, xüsusi güclü yaddaşa malik insanlar var. Xüsusi güclü yaddaşa malik insan var, amma onu məşq elətdirməsə, o da atrofiyaya uğrayır. Yəni, güclü yaddaşla doğulan insanlar var, amma məşq elətdirməlidirlər yenə də. Daha da inkişaf elətdirməlidirlər. Əzələ kimi bir şeydir də yaddaş. O Sokratın bir sözü var, deyir, hər bir uğur 90% zəhmət, 10% istedad tələb edir. Bu doğrudurmu? Həqiqətdə ki, insanın yaddaşı güclü olmasa, zəhmət hesabına, yəni daim siz dediyiniz kimi məşq elətdirməklə o nəticəni əldə etmək olsun. Əlbəttə. İnsan xüsusi texnikalarla məşq etdikcə, yaddaşını gücləndirdikcə, burada qidalanmasına fikir verməkdir, günlük rejiminə fikir verməkdir, məşqlərlə məşğul olmaqdır. Əlbəttə ki, yaddaşı gücləndirə bilər. Yəni, necə biz idman zalına gedirik, əzəllərimiz getdikcə daha da güclənir, amma idman zalını buraxdığımızda artıq həmən əzələ gücü qalmır bizdə. Bu da elə bir şeydir. Yəni, belə başa düşdük ki, yaddaşı itiləməyi nəzərdə tutursuz. Mütləq. Bəs biz yaddaşı ən effektiv itiləməyin yolu nədir, belə desək də buna? Fərqli metodlar var əslində. Misal, ən maraqlısını deyə bilərəm ki, gecə yatağınıza girdiyinizdə günü axşamdan səhərə doğru xatırlamağa başlayırsınız. Axşam nə yedim?
ondan əvvəl nə etmişdim, günorta nə işlə məşğul olmuşdum, səhəri necə açmışdım. Buna cəmi 2, 3, maksimum 5 dəqiqəmiz gedər. Amma yaddaşımızı gücləndirməkdə çox effektiv üsullardan biridir. Maraqlı metoddur. Bəs necə olur ki, birdən o deyir, dünən yediyim yadımda deyil, belə bir deyim var. İnsan birdən 20 il qabaq olan hadisəni dəqiqliyindən yadında saxlayır. Çünki bəlkə də o hadisənin içində hansısa bir həyəcan var, nə var. Amma bəzən də adi bir şeyi xatırlaya bilmir ki, dünən saat neçə olardı ki, mən bu hərəkət elədim. Buna təsir nədir? Niyə elədi ki, daha uzaq məsafəli bir şey yadda rahat qala bilir, amma yaxın məsafədə olan, yaxın dönəmdə olan bir şey yadına sala bilmir? Çünki ilk növbədə beynimiz çox tənbəl bir orqandır. Və biz nə eşidiriksə, nə öyrəniriksə, ilk növbədə qısa müddətli yaddaşa gedir. Və sonradan beyin onu filtrləyir. Yəni ki, bu mənə lazımdırmı, lazım deyilmi? Yəni öyrəndiklərimizin yarısından çoxusu 24 saat ərzində silinir, gedir, unudulur. Əgər onun təkrarı yoxdursa. Bu da yəni onunla bağlı bir şeydir. Çünki biz etdiyimiz, öyrəndiyimiz bir şey beynimiz əhəmiyyətli hesab eləməyib və onu təkrar istifadə etməmişik. Ona görə də yəni yadımızdan da çıxır. Yəni 24 saat ərzində yarısından çoxsu silinir, gedir öyrəndiklərimizin. Bəs ola bilər ki, o həyəcana bağlı olsun, məsələn, daha çox həyəcan verici, ya həyəcan dediyimiz gərginlik həyəcanı da ola bilər, xoşbəxtlik həyəcanı da ola bilər, onunla bağlı daha çox yaddaşa təsir olsun. Yəni nəticədə stresin yaddaşa təsiri var. Stresin yaddaşa təsiri var, amma birinci sualınıza ilk növbədə cavab verim ki, biz duyğularla, emosiyalarla yadda saxlayırıq hər bir şeyi. Ona görə də o hansısa travmaları unutmaq bizə daha çətin olur. Çünki biz hadisəni yox, o anda keçirdiyimiz duyğunu yaddaşımızda saxlayırıq. Ona görə də bu uzun müddət gedir. Stresin yaddaşa çox böyük təsiri var, onu da deyim. Yəni biz stresli olduğumuz zaman kortizol hormonu yüksəlir və bu da bizim yaddaş mərkəzimizə hücum şəklində olur. Daimi kortizol yüksək olduğunda bu da bizim diqqətimizə və yaxud da ki, yaddaşımıza təsir edir. Misal, stresli insanlarda yəqin ki, eşidibsiniz ki, qoyduğumun yerini unuduram və yaxud da ki, heç nə yadımda qalmır kimi ifadələr. Yəni bu stresin bizim yaddaşa və diqqətə çox böyük mənfi təsirləri var. O bayaq dediniz ki, təkrar məsələsi 24 saat sonra yaddaşdan silinir də, əgər təkrarlanmasa, düzdürmü? Hər bir hadisə yox, yarısından çoxsu. Bəs planlı şəkildə tutaq ki, hansısa bir şəxsdə inkişaf eləmək istəyir, amma bir şeyi ömürlük yadında saxlamaq istəyir də, peşəsindən bağlıdır, nə bankla bağlı nəsə öyrənir, amma həmişə bunu yadda saxlamaq zərurəti var. Nəm aylar sonra, il sonra bunun qabaqda imtahan gözləyir. Bu necə effektiv şəkildə uzun müddətli yadda saxlamağa nail ola bilər? Ən gözəli, misal oxuyuruqsa, bir neçə səhifədən sonra onu bağlayırıq, mən nə oxudum sualını özümüzə veririk və bu haqda düşünürük. İkinci, oxuduğumuzu sadə dillə qarşımızdakı insana başa salmağı. Kiməsə, nə bilim, 10 yaşında uşağa başa salırmışcasına kimi başa salmağa çalışırıq. Və üçüncüsü də ki, oxuduğumuzun yanında qeydlərimizi edirik. Və yaxud da ki, bizə daha önəmli olduğunu düşündüyümüz cümlələrin altından rəngli qələm və yaxud da ki, flomasterlə çizirik. O baxımdan. Yəni, bunlar bizə daha uzun müddətli yadımıza saxlamağa kömək edəcək. Mən səhv eləmirəmsə birində öyrənmişdim, yəni bizim bir sənətimiz öyrətməklikdir deyə bunları da araşdırırıq. Qabağıma belə bir nəzəriyyə çıxmışdı, səhv eləmirəmsə, öyrənmə əyrisi. Hansısa bir müəllifi, nəzəriyyə müəllifi Alman idi, səhv eləmirəmsə, belə tövsiyə vermişdi ki, insan öyrəndiyini 24 saat ərzində bir dəfə təkrarlamalıdır. 48 saat ərzində ikinci dəfə, yəni uzun müddətli yaddaşa sahib olma.
bir həftə sonra üçüncü, 2 aydan sonra dördüncü, bir ildən sonra beşinci. 5 period təkrara sahib olsa bu aralıqlarda, İnansa tədqiqatın nəticəsinə görə açıqlamışdı da, bilmirəm. Bu ömürlük yadda saxlaya bilər. Bu periodlarda, yəni siz də həm fikirlə razısınızmı? Bu dönəmlərin təkrarlanma, amma mənə maraqlı tərəf hissəsi nə idi? Niyə bu aralıqlarda təkrarlanma? Neyron əlaqələrinə görə daha çox bu periodlarda təkrarlayırıq. 7 gün, 21 gün, daha sonra 30 gün, 2 ay. Yəni bu periodda təkrarlamaq neyron əlaqələrini gücləndirir. Yəni bizim beynimizdə də neyroplastiklik var da bilirsiniz. Yəni nevrologiyanın elmin ən yüksək tapıntılarından biridir. Beynimiz plastilin kimidir və hər zaman yeni əlaqələr, yeni yollar çizilə bilər. Və biz nəyisə öyrənəndə yeni yollar çizilir. O texnika ilə isə biz bu yolları gücləndirmiş oluruq. Bəs insan niyə öyrəndiyini, oxuduğunu tez unudur? Buna səbəb ancaq təkrarlanmamadımı? Yəni, yoxsa başqa səbəblər də var? Tez unutqanlığa. Bayaq qeyd etdiyim kimi, əgər beynimiz o informasiyanı bizə lazım bilmirsə, əgər bizi bir duyğu ilə o bağlamırsa, o zaman yəni beynindən silmək, yəni zibil qutusuna atılmış kimi. Onu şuur var, şuur altı var da, düzdür. Onda bunu vacibi şuura keçirir, yoxsa şuur altına mı keçirir? Şuur altı heç nəyi unutmur. Şuur altı heç nəyi unutmur. Sizin unutduğunuz, düşündüyünüz şeyləri belə heç nəyi unutmur. Şuur altı. Şuur altı, bəli. Yəni şuurdan silinən mən elə başa düşürdüm, mənim sahəm deyil, amma elə başa düşürdüm ki, şuurda saxlanmayan şeylər şuur altına keçir. Yox, şuur altı ümumiyyətcə heç nəyi unutmur. Yəni onlar ömürlük yadda qalandı da. Bir dəfə gördüyünüz insanı belə küçədən keçən insanı siz görübsünüzsə, şuur altı onu beyninə, yəni ki, unutmur. Yazdısa unutmur. Bununla bağlı mən bir dəfə sizdən soruşmuşdum. Sağ olun, mən qəşəng yola verib video turlarının çəkib buna baxarsa. Məsələn, bir insan ilk dəfədir görürsən, amma elə fikirləşirsən ki, sən uzun illərdir bunu tanıyırsan da. İndi cavab alım sizdən. Elə bir şey var, çünki çox vaxt bizim keçmişdən qalan yaddaşımız bizim fərqində olmadan o insanla bir energetik bağ qura bilir. Bu hər zaman yaxşı bağdığını demək olmaz. Bəzən bir də görürsünüz ki, bir insanı ilk dəfə görürük, amma nəsə xoş gəlmir bizə. Bu keçmişdən qalan bağlarla, yəni yaddaşda özümüzün də fərqində olmadan energetik bağlar qura bilir. Bununla bağlı. Bəzən də misal biz kimlənsə xoş olmayan bir hadisə yaşamışıq. O insanda olan nələrisə şuuraltımız gətirir, tamamilə fərqli bir insana bağlayır və bizdə həmən insana qarşı da bir negativ fikirlər formalaşır. Bəli, ola bilər belə bir şeylər. Yəni şuuraltı 95% həyatımızı yönəldir. Necə istəyir rəhbər olsun, nə istəyir HR olsun, kim olsun. Bunu necə başa düşə bilər ki, bir insanın öz üzərində işlədiyini nədən başa düşmək olar? Növbədə verdiyi reaksiyalardan. Yəni, öz üzərində işləməyən insanlar adətən hansısa bir situasiya olduğu zaman ya panikaya düşəcək, ya qışqıracaq, aqressiya ortaya qoyacaq. Lakin öz üzərində işləyən insanlar daha çox dinləməyi və məntiqli qərar verməyə bacarırlar daha çox. Dinləyib sonra cavab verirlər. Yəni bu ilkin əlamətdir bunu ayırmaq üçün. Bu ilkin əlamətdir. Yəni anında aqressiya qoymurlar üzərlərinə. Öz üzərində işləyən insanlar, uğurlu insanlar heç bir zaman uğursuzluğu öz dəyərləri kimi qəbul eləmirlər. Yəni bunu sadəcə olaraq öyrənməyin bir yolu olduğu kimi qəbul edirlər.
Doğrudur. Dediyinizdə bir həqiqət. Mən birində bir gün imtahan keçirirdik bankın birində. Burada 2-3 nəfər var ki, bir növ provokasiya yaratmağa çalışdılar ki, aynən imtahan sualından bağlı və s. bir növ qabaqdan gəlmişliyə başladılar. Gördüm bu həmin bankın məsul şəxsləri həyəcanlanmağa başladı. Dedim, həyəcanlanmayın da, artıq təcrübədir. Bunlar imtahana hazır deyil, yəni güvənləri aşağıdır. Ona görə bir növ qabaqdan gəlmişliyə qalxıblar. Amma bunların imtahan nəticəsindən özlərinə sübut eləyəsik. Tamam, nə deyirlər reaksiyasını, siz bundan təşvişə düşməyin. Həqiqətdə deyil oldu. Üçü də məcburi şəkildə istəyirdilər ki, boykot eləyələr, öz aləmlərində çıxarlar imtahandan. İmtahan nəticələri üçündə də 20%-dən aşağı çıxmışdı. Yəni, həmin şeyi sübut dedim, sübuta yetir gördük. Bunlar hazır deyirlər, yəni güvən aşağıdır. Ona görə bunlara bu dəqiqə lazımdır ki, boykot olunsun imtahan. Yəni, bunlar öz zəifliklərini gizlədə bilsinlər də. Öz zərrlərində işləyən insanlar hər zaman öyrənməyə açıq olurlar. Mən hər şeyi bilirəm düşüncəsində deyirlər. Leyla xanım, bəs telefon və sosial media şuurumuza, öyrənməyimizə, həyatımıza təsiri necədir? Desəm ki, çox böyük mənfi təsirləri var. Müsbət təsirləri də var təbii ki, amma mənfi təsirləri də var. Çünki artıq bilirsiniz ki, sosial mediada necədir? Sürüşdürən ekran. Yəni biz 5 saniyə içində beynimiz öyrəşib ki, bir həzz alsın, həzz hissi, yabancı dopamin deyək də. Və beynimiz rahat ödülləndirməyə öyrəşdiyinə görə biz artıq kitabı açanda, oxumağa başlayanda ona çox darıxdırıcı gəlir. Və buradan da diqqətimizi fokuslamaqda, diqqətimizi cəmləməkdə artıq problem yaşayırıq. Bizə telefonun, yəni mənfi təsirlərindən ilki budur. Sonra yuxumuza mənfi təsirlər göstərirlər. Yəni çünki mavi ekran biz indi necədir? Yatana kimi telefon əlimizdən düşmür. Amma halbuki 1 saat, ən azından 1 saat öncədən telefonu qırağa qoymalıyıq. Hətta yatdığımız otaqda olmasa belə yaxşıdır. Və rahat yuxu üçün. Çünki mavi ekranlar bizim yuxu hormonumuzun ifrazını zəiflədir. Amma bəzən insanlar var, çoxdur ki, bu tip insanlar telefonla baxa-baxa yuxuya keçir. Bəli, ola bilər. Təbii ki, bədənin bir fizioloji tələbatı var da. Yuxuya gedə bilər. Amma bu ona xeyirdirmi? Xeyir, əsla. Siz gündə neçə saat istifadə edirsiniz telefondan? Açığı məndən olsa heç istifadə etmək istəmərəm. Amma günümüzün tələbatıdır. Neçə saat istifadə etdiyimi yalan deyərəm. Çünki mənim bir xasiyyətim var ki, WhatsApp mesajlarıdır, WhatsApplaşmaqdır. Yəni bunu çox sevmədiyimə görə çox da telefonda olmuram. Sosial mediada iş gərəyi məcbur oluram. Yəni məcburən istifadə və o həyatımızın tərkibidir də onsuz. Yəni məcbur istifadə etməyək mesajını versək bizi daşlayanlar, amma məcbur. Amma onu da deyim ki, misal istirahətə getdiyimiz vaxtlarda bacardıqca telefondan uzaq biriyəm. Yəni Doğru, o doğrudur. Ümumiyyətlə istirahət vaxtı istirahət eləmək lazımdır. Yəni. Biz əfsuslar olsun ki, istirahətdə bəzən işi istirahət aparırıq, istirahətdə də işlə məşğul oluruq. Onda istirahət yox, məkanı dəyişmək olur sadəcə. Beyin dincəlir. Beyin dincəlmir. Beyin yenə işlədirsə, o da oradan da istirahət olmur. Bəs ümumiyyətlə gündə neçə saat oxumaq tövsiyə edərsiniz? Neçə saat yox, 15-20 dəqiqə, hətta 10 dəqiqə belə oxusaz, amma bu oxumaq çox keyfiyyətli olmalıdır və davamlı olmalıdır. Mən oturum gündə 4 saat oxuyum, amma telefon gəldi, mesaja baxdım, nə bilim arada girib bildirimlərə, bildirişlərə baxdım. Bu keyfiyyətli oxumaq deyil. 10 dəqiqə, 20 dəqiqə oxumaq, hər gün oxumaq və
keyfiyyətli oxumaq önəm daşıyır. O an yalnız oxuduğumuza, yəni fokuslanmalıyıq. Ayşə. Yəni demək istəyirsiniz mütəmadi bu həyat vərdişi olmalıdır. Həyat müntəzəm olaraq oxumaq. İndi baxır nə oxuyursunuz da. Həftə sonları bədii ədəbiyyat oxuya bilərsiniz. Bəli. Nə bilim, işinizlə bağlı nəsə oxuya bilərsiniz. Onsuz da əslinə qalsa beyin fokusun bir müddətdən sonra itirir. Yəni 4 saat oturub oxumaq, yəni bu beyni yormaq olar. Amma ciddi şəkildə fokuslanaraq oxumaq, arada istirahət vermək bu daha keyfiyyətli bir. Ayşə, bəzən məcbur olur ki də, yəni indi 20 dəqiqəlik deyil, uzun imtahana hazırlaşan ərəfələr olur və daha uzun müddətdə oxumalara məcbur olur da. Əməkdaşlar istəyir tələbə olsun, istəyir bankda çalışan olsun, imtahana hazırlaşma dönəmləri var da. Məcbur bir neçə saat oxumağa məcbur olur da. Burada effektiv, onda tövsiyəniz budur ki, birinci fokuslanmalıdır, konsentrasiya olunmalıdır tam. İkincisi də ki, fasilə ilə, düzdür? Mütləq şəkildə. Orada hətta Pomodoro texnikası deyilən bir texnika var da. 25 dəqiqə oxudun, 5 dəqiqə ara verdin. Yəni amma o anda heç bir şeylə məşğul olmaq olmaz. Aydın. Fokuslanmaq lazımdır. O zaman oxuduğunuz da yəni beyinə oturacaq. Leyla xanım, bəs yuxu diqqətə, öyrənməyə, şüura necə təsir edir? Yuxunun təsiri nə dərəcədə önəmlidir? Ümumiyyətcə, keyfiyyətli yuxu yoxdursa, orada güclü yaddaşdan danışmaq olmaz. Niyə? Çünki biz nə öyrəniriksə öyrənək, yalnız gecə dərin yuxuda o arxivlənir. Yəni arxivə gedir. Beyin özü bizə lazımsız olmayan informasiyanı təmizləyir və lazımlı olan informasiyanı arxivə yönləndirir. Hətta belə bir, yadımda deyil hansı ölkədə idi, müharibədən qayıdan əsgərləri uzun müddət qoymurdular ki, yatmağa ki, orada keçirdikləri travmalar, yəni gecə yatarkən yaddaşına qazınmasın deyək də. Maraqlıdır. Belə bir şey də var idi. Ona görə yuxu, keyfiyyətli yuxu çox önəmlidir. Çünki biz bütün informasiyanı gecə yuxuda beynimizə yazırıq. Beyin gecədə işləyir. Bəs yuxunun ən faydalı saatı hansı saatdır? Saat axşam 11-ə kimi yatılsa çox yaxşı olar. Çünki melatonin hormonu ən çox o dövrdə, yəni pikdə o zaman olur. Saat 11-ə kimi yatılıb, yəni ən azından 7 saat keyfiyyətli yuxu yatmaq lazımdır. Keyfiyyət. O bir, bunu əvvəldən eşidə gəlirik. Hətta bəzən də deyirlər, bu həqiqətdir, müftün bilmirəm. Bir neçə ədəbiyyatda da rast gəlmişdim. İnsanın ən yaxşı öyrənmə vaxtı sübhü azan vaxtıdır. Sübhü o başdan, beynin ən ayıq saatı. O doğrudurmu, yoxsa miftdirmi? Yox, o doğrudur. Nə üçün? O dönəmdə beynimiz tamam oyanmayıb, başqa düşüncələr gəlmir beynimizə. Biz oxuduğumuz direkt yəni beynimizə yazılır. Çünki artıq bizi o oxuduğumuzdan ayıracaq başqa düşüncələr yoxdur deyə. Yəni sübh saatlarında, ilk oyandığımız vaxtlarda öyrənmək bu baxımdan daha effektiv olur. Yəni sübh o başdan öyrənmə, axşam öyrənmədən səmərəlidir nəticədə. Çünki axşam artıq başqa düşüncələrimiz də var. Biz nə qədər beynin yorğunluğu da var, günün yükü də var. Ona görə sübh saatları daha effektivdir. Aydındır. Bəs ümumiyyətlə yaxşı yaddaşı gücləndirmək üçün bu texnikalardan başqa, məşqlərdən başqa hansı qidanın da təsiri var da? Qidanın da təsiri var. Hansı qida, hansı vitaminlər daha çox yaddaşa təsiri var? Ən çox balıq yağı, fındıq, zeytun yağı. Yəni balıqdan çox istifadə etmək bizim xeyrimizədir. B12 tərkibli paxlallardan istifadə etmək bizim beynimizin xeyrinədir. Yəni bunlar yaddaşımıza müsbət təsir edir.
qida ilə yanaşı fiziki aktivlik bizim beynimizə çox müsbət təsir eləyir. Aha. Yəni fiziki aktiv olduğumuz zaman qan dövranı gücləndiyi üçün beynimizdə hüceyrələr daha yaxşı oksigenlə qidalanır və bu da yaddaşımıza müsbət təsir eləyir. Bundan əlavə də həftədə bir dəfə ən azından heç xəbərimiz olmadığı bir mövzuda bir şeylər öyrənməyimiz beynimizə çox yaxşı təsir eləyir. Yəni o yad sahələr. Yad sahələr. Misal üçün siz oturub nevroz haqqında oxuya bilərsiniz. Nevroz olaram. Bəs birində məndə bir məqam var. Birdən olur ki, bu mənim özümdə də var da, bizə mənə efirdə xəstə çıxartmayın. Tez-tez unutqanlıq nədir? Məsələn, unutqanlıq dediyimiz şeydə, məsələn, düşürəm evə, maşına oturanda yadıma düşür ki, sual qalır. Görəm mən qazı bağladım, suyu bağladım mı? Bəzən olur 2-3 dəfə qayıdıram. Fikirli gedirəm, görəm bağladım mı, girib yoxlayıb, əslində bir də qayıtmışam. Sizi konsultasiyaya yazacaq. Necə? Sizi konsultasiyaya yazacaq. Xəstə çıxartdı, sağ olun. Bu nədir? Unutqanlıqdır mı? Bu nədir? Yaddaş zəifliyidir, nədir? Yəni, normal unutqanlıq hər birimizdə ola bilər. Mən tip adamlar çoxdur. Birdən gedir, yolda suallar verirlər ki, görəm bağladıq qazı, bilmirsən, fikir vermədi. Çünki beynimizdə eyni anda çox şey düşünürsünüz. Bəli. Eyni anda çox problem həll eləyirsiniz. Yəni, beyin yükləməsi nəticəsində belə unutqanlıqlar, telefonumu hara qoydum, görəsən qapını bağladım mı, düşüncələri ola bilər. Sadəcə olaraq bu həddən artıq çox olduğu zaman artıq bir konsultasiya götürməyə ehtiyac ola bilər. Ancaq evdən çıxanda qazı su işığa baxmaq məsələsidir. Yəni, dediyim kimi, sizin sadəcə olaraq beyniniz çox yüklənir. Eyni anda çox problem həll etməyə çalışırsınız. Bu da yəni beynimizin enerjisini, fəaliyyətini fərqli yönlərə parçalayır. Mənim özümə də birdən çox sual verirlər ki, maraqlı olur ki, siz bu öyrəndiyinizin hamısını təbii ki, bir təlimçi olaraq, müəllim olaraq hər şeyi yadda saxlamağa çalışırıq da və deyirlər, bu hamısını necə yadda saxlayırsınız? Mən də normalda dərs prosesində heç zaman slayddan və s. istifadə etmirəm də, yəni hamısını bir növ istiqamətsiz, slaydsız, hamısını özümdən, beynindən danışıram. Bu vərdiş, bir növ həyat vərdişimə çevrilib də. Və sual həmişə olunur ki, görəsən bu necə yadda qala bilir, nə yaxşı bunun hamısını yadda saxlaya bilirsiniz. Mənim bir dənə məqam, özümdə test elədiyim bir məqam var ki, həqiqətdə, bəzən olub ki, bir şey bircə dəfə oxumuşam, o mənim yadımda dərhal qalıb və yadımdan çıxmayıb. Səbəbini axtarmışam ki, niyə? Amma elə şeydə var ki, oxumuşam, yadımdan çıxıb. Çünki mən tam konsentrasiya olunanda təcrid oluram. Yəni, böyrümdə insanda danış. Birdən gəlir, məsələn, nəsə oxuyanda, işçilər gəlib nəsə soruşanda belə. Yəni, bir növdə məcbur cavab verməkdirsə, hə deyib yola vermişəm, amma nə soruşduğunu belə fərqində olmamışam da. Yəni, bir növ eşqlə necə konsentrasiya olmuşamsa, yəni oxumaqda bax həmin informasiyalar hansılar ki, tam konsentrasiya olmuşam, onu bir dəfə də oxuyanda yadımda qalıb. Çünki fokuslanıbsınız. Fokuslanmaq zaten artıq əvvəla oxuduğunuzu daha rahat anlayırsınız. Bəli. Və məntiqlə anladığımız hər bir şey yadımızda daha rahat qalır. Çünki beyin onu axtarıb tapmaq üçün 10 fərqli yolla yəni çıxa bilir ora. Amma əzbərlədiyimiz şeylər elə deyil. Aysol, bax əzbərə gəldik, elə eyni həm məqama gəldik. Yəni doğrudan da bir şeyin məntiqini öyrənməkmi lazımdır? Mən əzbərini deyim ki, düşməniyəm ümumiyyətlə. Nəsə öyrənəndə də həmişə fikir, birinci məqsədim olub ki, məntiqini tutum. Məntiqini tutmayana qədər də, yəni başa düşməyənə qədər, mahiyyətini dərk etməyənə qədər onu öyrənməyə çalışmamışam. Ən gözəli. Yəni, əzbərləmək ümumiyyətlə nə müddət yadda qala bilir? Bu əzbərləmək faydalıdırmı? Havayı başı informasiya ilə doldursunlarmı, doldurmasınlarmı? Yoxsa elə bunun ömrü 24 saatdır?
Əgər əzbərləməyə siz duyğu qatmırsınızsa, əslində mən faydalı görmürəm onu. Nə üçün? Bu kağızı divara yapışqanla yapışdırmaq kimidir. Yəni yapışqan quruduqdan sonra kağız da düşəcək. Ayşə. Amma məntiqlə anladığımız hər bir şey yaddaşımıza qazınır. Necə? Bayaq dediyim kimi, əzbəri biz yalnız bir mərkəz işləyir bunun üçün. Yəni o mərkəzdə bir problem yarandısa, biz o əzbəri heç yadımıza sala bilməyəcəyik. Ayşə. Amma məntiqlə anladığımızı beyin axtarıb tapmaq üçün 10 fərqli yoldan istifadə edəcək. O bizim yaddaşımızda daha yaxşı qalacaq. Həm məntiqlə anladığımız üçün, həm məntiqlə anladığımız baxımdan hansısa bir duyğu ilə bağladığımız üçün bu hər bir şey ola bilər. O zaman daha keyfiyyətli öyrənmiş oluruq. Yəni mən şəxsən özüm də əzbərə qarşıyam. Ayşə. Çünki əzbərin mahiyyətində çox görmüşük ki, əzbərlər bəzən olur universitetlərdə test imtahandan bir gün qabaq test əzbərləyib gedirlər. Yəqin ki, belə hadisə ilə çox rastlaşmısınız siz də ki, yəni sanki mənə 24 saatlıq yadda saxlamaq lazım. Səhər imtahanı verim, sonrası maraqlı deyil də. Ona görə mənim özüm həmişə testə qarşı birinci o test öncədən verim, hazırlaşsınlar, test öyrənib gəlsinlər. Bunun elmlə heç bir əlaqəsi yoxdur mənə görə. Bu əzbərçilik və mahiyyət olaraq savadla heç bir əlaqəsi yoxdur təbii ki. Bəs ümumiyyətlə siz yekunda elektron kitab tövsiyə edirsiniz? Yəni fiziki kitab oxumaqla elektron kitab oxumaq arasında fərq varmı? Bunların təsirləri, təsir baxımından, həm psixoloji, həm öyrənmə baxımından nə təsir fərqləri var? Əslində ikisinə də ehtiyac duyula bilər. Sadəcə olaraq seçim arasında qalsaq, təbii ki, yəni əlimizdə tuta biləcəyimiz bir kitab daha gözəl olur. Nə üçün? Yaddaşımız onu daha yaxşı yadda saxlayır. Niyə? Kitaba taktil hisslə toxunuruq, yəni taktil olaraq qəbul edirik. Eyni zamanda oxuduğumuz mətnin kitabda olan yerin yadda saxlayırıq. Bundan əlavə kitabın hətta qoxusu belə beyinə müsbət təsir verir və bu öyrənməyimizə təsir edir. Telefonda və yaxud da ki, planşetdə oxuduğumuz kitablar isə, yəni elektron kitablar, biz çox vaxt bildirişlərə fikrimiz yayına bilir, yəni tam olaraq konsentrasiya olmaya bilirik. Gələn mesaja fikrimiz dağıla bilər bu baxımdan. Və təbii ki, mavi ekran ziyanlı ola bilir. Ziyanlıdır. Yəni ənənəvi kitab yenə sonda üstünlük təşkil edir. Şəxsən mən elektron kitab oxuya bilmirəm, ənənəvi kitaba üstünlük verirəm. Düzdür. Hansısa bir informasiya lazımdırsa, təbii ki, kompüterdən istifadə edirik baxımdan. Amma sırf kitab oxumağa qalsa, mən ənənəvi kitabı tərcih edirəm. Çünki mən onu toxunmalıyam, hiss etməliyəm. Onun hətta o kitabın xüsusi bir belə iyi var da, onu belə mənə oxuduğumdan zövq alır. Emosional təsirləri var. Emosional təsir edir, bəli. Amma təbii ki, bu zamanədə hansısa bir informasiyanı mütləq şəkildə ki, internetdən tapmalıyıq, istifadə edirik, onsuz mümkün deyil. Bax, bir də indi elə bir dönəmə gəlib çıxıb insanlar oxumaqdan bir növ qaçırlar da, yəni daha çox, məsələn, bizim bu podkast çəkilişlərimizin də məqsədi budur ki, yəni oxumaqdan çox dinləyib qulaq asmaq. Yəni bu öyrənmə üçün, yəni o oxumağa əvəz eləyə bilərmi? Ancaq mən baxdım, qulaq asdım, indi sərdi tamam verilişə baxdı, öyrəndi. Bu baxmaq, hamı dinləmək və xüsusən də biraz daha uzun müddətli bir şey olanda insanlar ya zehnimi, bilmirəm, şuurdamı, düşüncədəmi yorulur ki, bu uzundur. Mən uzun bir 50 dəqiqəlik videodur, mən buna baxıb öyrənməyə hövsələm çatmaz. Yəni bu demək istəyirəm, öyrənmək mütləq səbir tələb eləyir də, belə başa düşürük.
Çünki istər oxumaq baxımından, istər oturub baxmaq baxımından baxıb öyrənməklə, yəni qulaq asıb öyrənməklə kitab oxuyub öyrənməyin fərqi varmı? Baxıb öyrənməklə kitab Yəni tutaq videoya baxıb öyrənmək. İnsan yaddaşı fərqli ola bilər. Kimsə audialdır, eşidərək öyrənməyi daha rahat öyrənir. Kimsə vizualdır, misal üçün o haqqda oxumayıb, amma kiminsə bu işi tətbiq etdiyindən artıq vizual olaraq görüb və yadında saxlayıb. Yəni insanlarda fərqli ola bilər. Bu bir net cavab yoxdur ki, oxuyaraqmı və yaxud da ki, dinləyərəkmi? Şəxsən mən universitet vaxtı imtahan verdiyimizdə biologiyanı qətiyyən oxumadan, sadəcə olaraq dinləyərək 25 sualdan 25-ində yazmışam. Niyə? Çünki mən audial, mən eşitməyə daha çox üstünlük verirəm. O baxımdan, yəni öyrənmək hər kəsdə fərqli ola bilər və hər sferada fərqli ola bilər. Misal üçün, həyatımızın bir sferasında biz dinləyərək öyrənə bilərik, başqa bir yerdə kitabı oxumalıyıq mütləq şəkildə. Yəni bu fərqli ola bilər. Xüsusi bir net cavab yoxdur bu baxımdan. Ay sağ ol. Doğrudur, tam dediyinizdə həqiqət var. Mən bunu təcrübədə hamısını görmüşəm. Tələbə var ki, ancaq məsələn, biz dərsləri rekord eləyirik, oturur təzədən bir də, ancaq bununla öyrənib. Yəni, deyim, mən material oxumamışam ki, ancaq danışığa baxmışam, amma yüksəkdə nəticə əldə eləyə bilib. Bunu da görmüşük. İnsan var ki, göz yaddaşından, hətta belirləyir, bax, 36-cı səhifədə filan yerdə burada bu qeyd var idi. Yəni, 36-cı slaydda, aşağı hissədə, 3-cü sətirdə, yəni, göz yaddaşı daha güclü olan insan da görmüşük. Amma mənim özümdən çox, o vaxt universitet hazırlaşanda nə hiss eləyirdim, mənim üçün daha çox uzun müddətli yadda qalan olurdu. Mən maksimum hər şeyi çalışırdım, köçürdüm təzədən. Yəni, çap versiyada da olanda, onu özüm üçün dəftərə yazırdım. Əl doğrudan da demək istəyirəm ki, məsələn, əllə yazmanın yaddaşa təsiri var. Çox böyük təsiri var. Ümumiyyətcə, yaddaşa da, şuuraltımıza da təsiri var. Çünki biz o zaman həm hərəkətlə, həm yazdığımızı duyğu ilə algılayırıq və bu bizim yaddaşımıza daha çox təsir var. Təbii ki, hər kəsdə eyni deyil. Hər kəsdə eyni deyil, amma bu bizim yaddaşımıza çox müsbət təsir eləyir, yadda qalmağa təsir eləyir. Çünki dediyim kimi şuuraltıya da, şuurada müsbət təsiri var. Deməli, nəticədə yazıb öyrənməkdə olar, oxumaqda, qulaq asmaqda, yəni əsas odur ki, hətta indi bilirsiniz, bu şuuraltı məsələləri çox geniş yayılıb. O, nə bilim, xəyallarını falan yaz deyirlər də. Onu əslində nevroloji baxımdan baxsaq, biz beynimizə yadında saxlaması üçün və beynimiz də reallığı xəyaldan ayıra bilmədiyi üçün onu həyata keçirmək yönündə, yəni fəaliyyətə keçir. Bu da elə bir şeydir, yəni yazırsınız, artıq beynimizdə o yazılır. O mollaya deyirlər, molla cənazənin əvvəlində getmək yaxşıdır, yoxsa axırında deyir, harada geysən, get, çalış bircə içində getmə. Dinləyib yadda saxlasın, istəyir oxuyaraq, istəyir yazaraq da, əsas odur ki, beyni məşq elətdirsin də, öyrənsin. Videonu izləyərək yadda saxlayanlar var. Orada siz bütün informasiyanı o qədər net və ətraflı verirsiniz ki, ona görə oradan öyrənmək o tələbə üçün rahat olur. Hər kəs informasiyanı yəni böyük, yəni tam olaraq çatdırmır. Orada artıq məcbur oxumalıdır. Yəni bu var. Doğrudur, doğrudur. Leyla xanım, bir də bəzən deyirlər ki, biz beynimizin 10%-ni istifadə edirik. O mifdir, yoxsa həqiqətdir? Yəni doğrudanmı beynimizin 90%-i hansı günümüzə saxlayırıq? Yox, əslində o mifdir. Nə üçün mifdir? Biz beynimizi tam istifadə edirik. Sadəcə olaraq fərqli hadisələrdə beynimizin fərqli hissələri işə düşür. Yoxsa biz beynimizin çox cüzi bir faizini işlətsəydik, insult
bu qədər fəsadlar verməzdi. O baxımdan biz beynimizin bütün 100% şəkildə işlədirik. Sadəcə eyni anda işlətmirik. Eyni anda. Bəli. Fərqli hadisələrdə, fərqli hərəkətlərdə, fərqli hissələri çalışır. O bir də bəzən bir deyim var, deyirlər zehni yorğunluq fiziki yorğunluqdan daha ağırdır və daha böyük risklər yaradır. Bu həqiqətdir, yəni insan zehni, fiziki yorğunluq bir növ bu istirahətlə də düzələn bir şeydir, amma zehni yorğunluq insan doğrudan da sağlamlığına zərbə vururmu? Düşünün ki, beynimiz bədənimizin yalnız 2%-ni təşkil edir, amma 20% enerjisin, yəni istifadə edir. Və beynimiz yorulduğu zaman daha çox enerjini ona sərf eləmiş oluruq və beynimizin istirahəti, yəni stres faktorumuz qurtarmayınca, tam olaraq, mental olaraq özümüzə istirahət vermədikcə mümkün deyil ki, yəni bərpa olmaq baxımından da, yəni daha çox fəsadlar yarada bilir. Amma fiziki yorğunluq elə bir şeydir ki, uzandım, yatdım, durdum, yəni daha rahat oluram. Əlbəttə ki, zehni yorğunçuluq fiziki yorğunçuluqdan daha çox fəsadlar verə bilər. Beynin effektiv olması, mən özüm hər gün işləyən adamam da, yəni istər-istəməz beyin daim naqruskada olur. Səmərəli və effektiv, yəni bir növ həm hafizə baxımından, həm yaddaş baxımından, həm eyni zamanda daha çox yorulmaması üçün hansı intervallardan bir ümumiyyətlə beyin tam dincəlməlidir? Burada kəsin bir net rəqəm yoxdur. Yəni siz yəqin ki, istirahət müddətini deyirsiniz, yoxsa gün ərzində deyirsiniz? İstəyir gün ərzində tam ehtiyac varmı? Yəni hər şeydən, məsəl üçün də tutaq ki, bu iş arası da olsun ki, beyni tam rahatlatmaq və yaxud da hansı müddətdən bir istirahətə gedib tam hər şeydən uzaqlaşmaq. Yəni bununla bağlı belə tövsiyə. Onsuz da bəyan qeyd etdiyim kimi, hansısa bir işə fokuslanandan sonra mütləq şəkildə 5-10 dəqiqə beynimizə istirahət verməliyik. Yəni yenə də hər bir şeydən uzaq olaraq istirahət verməliyik. Və beynimiz neçə müddətdən bir o deyir istirahətə getməlidir. Onu artıq hiss etdiyiniz anda ki, net bir rəqəm yoxdur ki, siz elə getməlisiniz, başqası verir. Çünki hər kəsdə bu fərqli ola bilir. Hiss elədiniz ki, artıq beyniniz yüklənir, orada stop. Refresh, yəni yenilənmə, ondan sonra yenə O bir də qida əlavələri satırlar. Yəni bu qida əlavələrinin doğrudan da bunlar faydalıdırmı istifadə eləmək ki, nə bilim gündə bir firma bir qida əlavəsi buraxır. Həmişə demişəm, deyirəm və deyəcəm. Elə bir dərman yoxdur ki, yaddaşı gücləndirsin. Amma misal B12 vitamini yetməzliyi varsa, vitamin D, dəmir və s. kimi yetməzliklər varsa, o zaman bəli, onları qəbul etməliyik. Çünki artıq bir problemimiz var və onu həll etməliyik. Amma hər bir şey normaldırsa, mən yaddaş dərmanı alıram, yaddaşımı gücləndirməyə, elə bir şey yoxdur. Yəni, elə bir qida əlavəsi yoxdur. Bunun üçün siz fiziki aktiv olmalısınız, qidalanmağınıza fikir verməlisiniz və mütləq şəkildə məşqlər eləməlisiniz. Yəni, heç bir dərman sizin edəcəyiniz beyin məşqlərinə yerin verə bilməz. Mümkün deyil. İmtahan qabağı birdən görürsən ki, özdən dərmanzad alırlar. Yaxşı yadımda qalsın. Yox, o yaddaşa qətiyyən təsir eləmir. Amma bəli, biz yorğunuqsa, daha enerjik olmağımız üçün hansısa bir preparatlar, dərmanlar, qida əlavələri ola bilər. Amma beynimizin yaddaşına qətiyyən dəxli yoxdur. Aydındır. Bəs son olaraq Leyla xanım, yaxşı hafizəyə sahib olmağımız üçün və gündəlik hamının etməli olduğu tövsiyələriniz nə ola bilər ki, biz yaxşı hafizəyə sahib olmaq üçün, yaxşı öyrənmək üçün, yaxşı oxuduğumuzu yadda saxlamaq üçün bu tövsiyələrə əməl edin. O greypfrut sokuzu adı yoxdur. Bəlkə də o da var, bilmirəm. Kimin dindirirsən deyir, səhər az qarnı ondan iç və s. Yəni, bacardıqca çox yürüyüş eləyək.
Və yenə də qeyd etdiyim kimi məşqlər bu adi crossword həlli belə, sudoku həlli belə bizim beynimizə, yəni çox müsbət təsirlər eləyir. Yeni bir şeylər öyrənmək, hər zaman getdiyimiz yoldan deyil, fərqli yolla evimizə getmək, sağla deyil, solla dişimizi fırçalamaq. Yəni bu klassik qaydalar belə bizim beynimizin cavan qalmağına səbəb ola bilər. Yəni rutindən çıxıb biraz fərqli addımlar atmaq. Bu beyni aktiv saxlayır. Beyni aktiv saxlayır, beyni qocalmağa qoymur. Kitab oxumağımız mütləqdir. Bayaq dediyim kimi keyfiyyətli kitab oxumaq. Adi, mən kitab oxuyuram, amma kitab oxuyarkən 50.000 dənə yerdədir, fikrim yox. Bunu etmək lazımdır, fiziki aktiv olmaq lazımdır, qidalanmağımıza fikir verməliyik. Bunları etdiyimiz zaman artıq biz beynimizi cavan saxlamağa, yəni gənc saxlamağa kömək olmuş olacaq. Bəzən xüsusi kateqoriyalı kitab oxuyanlar qrupu var, kateqoriyası var. Kitabla bərabər kofein şəkli mütləq birinci statusa gedir. Kitab oxumağa başlayır. Sonra başlayır statusda görüm kim bəyəndi, kim bəyənmədi. Və kitabın ancaq bir hissəsini xəttədir, yanında kofe qoydu ora. Mən həmişə belə şeyləri, bu kitab oxumaq reklam yox, öyrənmə sənətidir. Həqiqətən də elədir. Amma daha çox bu reklam sənətinə dönür də, yəni ki, amma əminəm ki, o statusa o cür qoyanlar var, hansı ki, istəyir statusa qoysun, istəyir ara qoysun və s. Bu nə isə bəyanı edib başqa mesaj vermək istəyir, amma əsl oxuyanlar onlar deyil. Yox, əsl oxuyanlar təbii ki, onlar deyil. Əsl oxuyanlar kitab oxuyarkən dünyadan təcrübə olan onu deyirəm də, o dünyanı unudanlar olur. Əsl oxumaq mənə görə də unutmaqdır. Çox sağ olun Leyla xanım. Həqiqətdə çox dəyərli, faydalı məsləhətlər verdiniz. Məsləhətlərinizə görə çox sağ olun. Maraqlı fikir mübadilələri getdi. Hesab eləyirəm ki, bu bizim bir növ dərs materialımıza çevrildi ki, bütün o tələbələrdə mütləq bunlara baxıb ən azı nəticə çıxartmağı üçün bizim üçün bir növ yaxşı material oldu, dərs materialı oldu ki, bunun üçün sizə təşəkkür edirəm. Çox sağ olun, dəvəti qəbul edib gəldiniz. Və axırda da demək istədiniz ki, yaddaş pozğunluğum var. Bayaq dediniz ki, həkimə müraciət elədiniz. O qapı məsələsindən bağlı. Yox, ilk növbədə mən təşəkkür edirəm dəvət etdiyiniz üçün. Çox maraqlı mövzu idi və insanlarımızda çox maraq doğuracaq bir mövzu idi. Çünki günümüzün aktual problemlərindən biridir. Bəli. Sizin isə yaddaş probleminiz yoxdur. Sadəcə olaraq eyni anda çox bir şey düşündüyümüzə görə bu problem ola bilər. Bir daha təşəkkür edirəm. Mən təşəkkür edirəm, çox sağ olun. Bununla da İmza Qadın verilişinin növbəti buraxılışı sona çatdı. Əgər siz növbəti görüşlərimizdə, verilişlərimizdə hansı qonaqların olmasını istəyirsinizsə, mütləq şərh bölməsinə yazın. Eyni zamanda Leyla xanıma suallarınız varsa, YouTube-da şərh bölməsinə qeyd edin. Leyla xanım söz verirsiniz ki, girib vaxtı aldıqca cavablayasınız da, yəqin ki. Növbəti görüşlərə dək. Çox sağ olun.